Könlüme sok düşdü, öz bişirdiyiz. Sensiz bişirirdiyim, sen beni yakaladın, çəkirsən. Gəldim ki, mətbəxdən qəşəng qoxular gəldi. Bildim ki, bir yenə də mətbəxdən. Soğanı qəşəng, qırmızı soğanla, ağ soğanda, sarı soğan qəşəngcə qovurdum. Qızarandan sonra kökü yorkaladım, tökdüm, qovurdum. Qırmızı biber, yaşıl biber qovururam. Sonra pomidoru doğramışam, xırda-xırda duzlamışam, duzda gözləyir. Pomidoru tökəcəm, qovuracam qəşəngcə. Suyu tökəcəm, qaynayacaq. Qaynayanda qəşəng buna sup vermişir də, balaca supçiklər var, xırda vermişir. Onu tökəcəm, kartuşkasını tökəcəm. Bir dənə də qalina blank atacağım, mal ətindən olanı. Elə bir sadə də bişirə bilərlər. Mən indi atacağım. Ət suyum yoxdur deyil, ona görə. Sadə də içəndə yaxşı olur. Sonra reyhan, nanə doğrayıb tökəcəm üstünə, götürəcəm. Qəşəng noşucanla, turşu ilə yeyəcəyik. Yanında da kartof qızartması. Hər kəsə nuş olsun, bizdə içində. Məni yakaladın. Sadə supum qaynadı, kartuşkasını atmışam, pişir. Qalina blankasını da atmışam. İndi buna balaca xırda belə vermişil var ha. Bundan tökəcəm. Sonra reyhan, petruşka, bir də təzə nanə doğramışam. Birazını indi atacağım. Ətri yeməyə qaçsın. Bir də çəkib boş qaba yeyəndə biraz da onu da səpib istəyən yeyə bilər. Sadə, rahat yemək. Allah'ın verdiği nimetlere sonsuz şükürler olsun. Bunu qəşəng turşu ilə, acı biberlə, sarımsağla çox ləzzətli olur. Bir qismini bax belə qatıram. Səhifəmin izləyicilər. Qəşəng qaynasın, ətri, dadı, tərəvəzlərə, kartofuna, yeməyimizə qarışsın. Qalanını üzərinə səpib yeyəcəm. Allah haqqı dadına baxmışam. Çox gözəldir. Boş verin əti. Ət dayda xəstəlikdir. Yeyirlər, yeyirik, nə bilim, zülaldır. Çalışın tərəvəz yeməyi, belə sadə suplar bişirin. Eləyin, yeyin. Sağlamlıqdır, sağlamlıq. Təvazökarlıqdan uzaq olsun. Ətim var, özüm bişirmədim. Oğlum yeyir, qarın çıxıb, göbək çıxıb para. Ətçildir. Ona görə belə sadə tərəvəz yeməklər bişiririk. Gəlib danışsa da yeyəcəyi budur, danışmasa da yeyəcəyi budur. Ət yemək xəstəlikdir, çox ət yeməyin. Sağlamlığı düşünürsünüzsə, tərəvəz yeyin. Hər kəsə nuş olsun, bizdə içində bişirənlərə. Supumuz hazırdır. Qəşəngcə bu qaydada çəkirik. O qədər dadlıdır ki, dadı belə təvazökarlıq olmasın əziz səhifəmin izləyicilər. Çox qəşəngdir. Supumuz hazır. Getdik süfrəyə. Gəlinimlə özümə verdi. Biz özümüz yeyəcəyik. Bu yanında kartof çığırtması, yumurtalı, soğanlı. Bu yanında öz həyətimizin turşuları. Bax, kökü, xiyarı, sarımsağı, badımcanı, pomidoru, əlimə nə gəlibsə vurmuşam. Bu yanında acı biberi, soğanı, sarımsağı, nanəsi və kompotu. Bax, bunu qəşəngcə, əziz səhifəmin izləyiciləri, bunu qəşəng acı soğanla, acı biberlə, sarımsaqla, turşu ilə yeyirsiniz. Sağlamlıqdır. Bu əsasən mən bunu çox qışda bişirirəm. Neçə vaxtı bişirməmişəm. Özümün birdən könlümə düşdü, bişirdim. Həm də ki, ətdən nə qədər uzaq olsaq bir o qədər yaxşıdır. Yaydı, tərəvəzlərdir. Yüngül yeməklər daha yaxşıdır. Qəşəng yeyin. Biraz da təzə çörəklə yeməyin. Məsəl üçün, dünən aldığınız belə köhnə çörəklə yeyin. Qəşəng həzmə də gedir, sağlamlıqdır, yüngüllükdür, kompotdur, həyətimizin göyəm kompotu.
Hər şey də həyətimizdəndir. Bir dənə soğanla sarımsaq. Özümün azı idi, balonbankiyə vurdum. Almadı. Qalan ərzaqlar həyətdəndir. Bax, üstünə də belə göyərtini səpirsiniz, təzə doğradığınızı da. Nuşu candan yeyirsiniz. Ətdən uzaq olun. Sağlamlıqdır. O cəmdə yeyənlər qoyun yesinlər. Əziz səhifəmizdə izləri Allah keçsin günahımdan. O qədər ləzzətli çıxıb ki. Çox dadlıdır.